Deyirlər, idmanla siyasətin heç bir əlaqəsi yoxdur. Amma zaman-zaman insanlar görürlər ki, bu əlaqə həm var və digər tərəfdən də durmadan o zənginləşdirilir, bu əlaqə. Heç məsələ onda deyil ki, Amerika Birləşmiş Ştatlarında Dünya Kuboku uğrunda mübarizə gedir və artıq prosesin final mərhələsinə çatırıq yavaş-yavaş. Yəni 2 oyun qalıb, 3-cü yer uğrunda və Kubok uğrunda. Amma əlaqələrdən biri bizə nədən xəbər verir? Ondan xəbər verir ki, həm də siyasi dairələr bu çempionatın bitməsini səbirsizliklə gözləyirdilər ki, görsünlər İran körfəzində, Fars körfəzində proses nə dərəcədə dəyişəcək. Və deyəsən o gözləntilər də hamısı üst-üstə düşür. Çünki heç məsələ onda da deyil ki, İran milli komandasına Amerika Birləşmiş Ştatlarında futbol çempionatı əsnasında da çox soyuq bir münasibət bəslənmişdi. Yox, məsələ başqa şeydədir ki, burada artıq müharibənin müqəddəratı da Dünya Kuboku ilə bilavasitə əlaqəlidir. Və artıq yaxınlaşan finalda və burada körfəzdəki vəziyyət də gərginlik göstəricisinin pik həddinə çatır. Salam, dəyərli tamaşaçılar. Biz bu günləri proqramımızda yenidən Fars körfəzindəki vəziyyətə köklənirik. Çünki həqiqətən də artıq müharibənin, miqyaslı müharibənin işarətləri özünü göstərir. Digər tərəfdən tərəflər, taflologiyaya görə sizdən üzr istəyirəm, iştirakçılar bilavasitə artıq bacarıqlarını göstərirlər və nə Amerika Birləşmiş Ştatları, nə də İran tərəfi onlar geri çəkilmirlər. Hücum mövqeyindədirlər və hətta deyəsən Donald Trump, Amerikanın prezidenti kimi elə bir qərar tutub ki, 60 gün ərzində bu problemin həllinə çatmağı qarşısına məqsəd qoyur. İndi hər halda Amerika cəmiyyətində də bu məsələyə yanaşmalar fərqlidir. İran cəmiyyətində fərqlidir və dünyada da ekspert birlikləri, siyasi dairələr də artıq hesablarını aparırlar ki, görəsən kulminasiya nöqtəsinə nə qədər qalıb. Amma elə bilavasitə dünya çempionatının qurtarması ilə bax buradakı o fəallığı üst-üstə qoyanların da sayı çox idi. Bu günləri bu haqda biz studiyamızın qonaqları Milli Məclisin deputatı Azər Allahverənov və siyasi şərhçilər, icmalçılar Yəhya Babanlı və Fərhad Hüseynovla birgə danışacağıq. Xoş gəlmişsiniz, mən sizə salamlayıram və minnətdaram ki, bizim dəvətimizi qəbul etmişsiniz. Bəli, ümumiyyətlə, bax bu gərginliyin yenidən meydana gəlməsi gözlənilən idi. Çünki birincisi, savaş informasiya meydanında çox gərgin bir hal alırdı və alır da indiyə qədər də. Digər tərəfdən mərkəzlər öz niyyətlərini, planlarını gizlətmirdilər ki, onlar vuruşa hazırdılar və əgər həqiqətən də birdən yeni bir dalğa, fəallıq dalğası gələcəksə, onlar artıq öz məharətlərindən və cəbhəxanalarından istifadə edəcəklər və bu dəfə deyəsən miqyas daha da böyüyür. Azər müəllim, bax, təbii ki, bu prosesi biz gözləyirdik hamımız və ümumiyyətlə bu qarşıdurmanın siyasi və geosiyasi baxımdan tərkibində bir dəyişiklik var, yoxsa yox? Siz görürsünüz o dəyişiklik, yoxsa? Çünki əvvəlcədən, hələ 2025-ci ilin iyununda başlanmış bu birinci dalğa, biz gördük ki, o bir qədər də uzun çəkmədə 12 gün oldu, amma hədəflər bəlli idi ki, İrandan 4 şey istəyirlər. Amerika Birləşmiş Ştatları ilə İsrail. İndi isə İsrail hələ ki kölgədədir, Amerika Birləşmiş Ştatları öndədir və geosiyasi baxımdan indi Donald Trump və onun administrasiyası Tehrandan nəyi tələb edirlər? Tofiq, məsələ bundadır ki, mən sizlə tamamilə razıyam ki, yəni bugün baş verən proseslər əslində heç də o fasilənin olmasına dəlalət etmir. O baxımdan ki, informasiya müstəvisində savaş davam edirdi. Yəni, baxmayaraq ki, siz qeyd elədiniz, ABŞ-da keçirilən dünya çempionatı və s. və ilaxır müəyyən mənada bəlkə də ola bilsin ki, bu prosesləri bir qədər kölgədə qoymuşdu, tək o da qoymamışdı. Orada yas mərasimlər və digər məsələlər də var idi. Bu səbəbdən bunlar hamısı istər-istəməz bir qədər arxa plana keçmişdi. Amma bölgədə vəziyyət kifayət qədər gərgin idi və nəzərə alsaq ki, İranın da konkret olaraq Hörmüz boğazı ilə bağlı çox ciddi tələbləri var idi. Hətta buna şərt demirəm, mən tələb deyirəm. Keçidin birbaşa olaraq İranla razılaşdırılması və digər məsələlər. Hərçək indi burada ödənişlər filan məsələlər var idi. O da arxa planda qalmış oldu. Amma indiki şəraitdə biz nə gördük? Biz görürük ki, real olaraq
İranın əlində çox ciddi təsir etmə rıçağı var idi. Bu Hörmüz boğazı ilə bağlı idi olan bu rıçaq. İndi zaman-zaman meydana Omanın daxil olması, sonra ABŞ-ın hansısa bir formada məsələyə müdaxiləsi və digər olsa da belə, yəni İran bu rıçağı itirmək təhlükəsi ilə üz-üzə qalır. Yəni indiki şəraitdə təhlükəsi ilə üz-üzə qalır. Üzr istəyirəm sizdən, Azər müəllim, bir sualıma cavab verin. Bu yaxınlara qədər elə Tehranla Məskatın arasında, Omanın arasında bir o qədər də ziddiyyətlər, belə deyək, gərginlik yox idi. Amma yavaş-yavaş deyəsən elə bu istiqamətdə də İranın atəşi açıldı. Orada deməli ən vacib, belə deyək də, o nifaqı yaradan alma deyək, o rus dilində yabloko razdora deyirlər. Bunu indi Azərbaycan dilində tərcüməni təxminən belə keçirək deyə bilər. Siz düz tərcümə elədiniz. Burada əsas nifaqı yaradan Hörmüz boğazının akvatoriyasını, yəni o keçidin özündə Omana aid olan hissə və İrana aid olan hissə məsələləri var. Fərqli zonalardır və daha ağır tonajlı olan tankerlər İran ərazisinə düşür. Nisbətən yüngül və müxtəlif kommersiya xarakterli yük gəmilərin o dəyaz yüngül tonajda olanlar və dəyaz farvatırı olar məhz Oman ərazisindən keçə bilirdi ki, bu faktiki baş verirdi. Yox, əvvəl də belə idi. Amma nə oldu ki, indi bunların arasında bir, siz demişkən, o nifaq alması birdən peyda oldu? Burada deməli, Hörmüz boğazı ətrafında biz proseslərə diqqət yetirsək, yadınıza düşürsə, İrandan bir mesaj gəldi ki, biz Hörmüz boğazı üzərinə keçidi Omanla birlikdə və hər bir gəmiyə müəyyən rüsum tətbiq etmək, 2 milyon dollar səhvlərimizə belə bir rəqəm vardı. Onun 1 milyonun İrana məhsul olması, 1 milyon Omana məhsul. Sanki bundan bir razılaşmalar var idi. Yəni müəyyən mənada hətta Omandan da bundan bağlı çox ciddi belə biz bunu inkar edəcək və ya bunu dəstəkləyəcək fikir görmədik. Amma dərhal meydanda biz ABŞ-ı gördük. Və ABŞ meydanda artıq peyda olandan sonra, konkret olur söhbət bu məbləğ ətrafında gedən proseslərlə bağlı deyirəm, söhbət hərbi kontekstdə yox. Biz Omanın geri çəkildiyini burada hiss elədik. Yəni, sanki müəyyən məsələlərdə Oman bir çox hərəkətlərini ABŞ-la koordinasiya etmək məcburiyyətində qaldı. Bir də Azər müəllim, və plus Omanın ərazisində də, yəni limanların, dəniz limanlarının da atəşə məruz qalması da müəyyən mənada o nifaqı bir qədər də dərinləşdirdi. Həm də Omanın sultanının Fransaya səfəri oldu. Mən o Fransa ilə bağlı olan səfəri bir qədər, belə deyək də, bu çox ciddi bir mübahisə predmeti kimi görsənə bilər. Biz Fransa ilə İran əlaqələrində yaddan çıxartmayaq. Və Fransa ilə Oman əlaqələrində, əgər siz dediyiniz kimi, yəni bu səfəri belə ümumi bir müzakirə predmetinə daxil eləsək, burada mən elə gəlir ki, biz Fransanın oyunçu kimi, yəni o gedən proseslərə hansısa bir formada daxil olmaq niyyətinin gizlədilmədiyini gördük. Çünki pərdə arxası İranla Fransa əlaqələri barədə də informasiya getdi. Hətta tək Fransadan yox, Avropa İttifaqının digər üzvlərlə də İranla olan təmaslar barədə də informasiya sızdı. Yadınıza düşür, Giorgio Meloni'nin təxmin edilən Tehrana bir səfər söhbəti də çıxdı. Yəni, bu artıq ondan xəbər verdi ki, Avropa İttifaqı ABŞ-dan fərqli olaraq daha müstəqil siyasət yürütmək niyyətindədir. Bu, həm də Donald Trumpa belə deyək də, bir gözdağı vermək, belə deyək də. Bəli, təzyiq elementidir. Yəni, biz görürük ki, kifayət qədər bir mürəkkəb bir sxem burada qurulmaqdadır ki, burada Oman təbii daha müstəqil siyasət yürütmək istəsə də belə, amma müəyyən tərəfdaşlıq asılılığı səbəbindən, o cümlədən də elə ABŞ-dan olan asılılıq səbəbindən onu müstəqil şəkildə yürüdə bilmədi. Ona görə də biz nə görürük? Sizin sualınıza gəldikdə siyasi və geosiyasi nöqteyi nəzərdən fərqlər hardan? Dəyişiklik bilavasitə ondan ibarətdir ki, ortada olan güclü oyunçular, hansılar ki, prosesə birbaşa olaraq müdaxilə edə bilir. Biz bunu 40 günlük müharibədə gördük. Misal üçün Çini, Pakistanı, hətta Hindistan da ilki mərhələdə cəhd elədi hansısa bir formada proseslərə müdaxilə eləsin. Sadəcə olaraq Pakistan amili səbəbindən Hindistan bir qədər arxa planda qaldı. Hindistanın indi axı çox strateji belə xəttə üzrə İsraillə çox yaxşı münasibətləri var. ABŞ-la da. ABŞ-la da biz G20-ni də yaddan çıxartmayaq. Qarşıdan G20 də gəlir sentyabr ayında və orada da Modi konkret olaraq öz tələblərinə çıxış eləyəcəkdir, bəllidir. Amma həm də Modi İrandan neft alır.
neft məhsulları alır. Tək Modi almır, Elə Modi də alır. Yəni demək istəyirəm, Modi də alır. Hindistan 4 ölkə, Hindistan, Çin, Yaponiya və Cənubi Koreya fəal, İran neftinin istehlakçıları. İran neftinin hesabına öz iqtisadiyyatını belə gündəmdə saxlaya bilirlər. İstənilən halda biz gördük ki, 40 günlük müharibədə həmən o böyük oyunçular eskalasiyanı dayandırmaq, eskalasiyaya nail olmaq niyyətində ediləsə müəyyən mənada buna nail oldular. Pakistan üzərindən İslamabad razılaşmaları və digər məsələlər. Amma indiki vəziyyət təbii ki, növbəti eskalasiya və konfrontasiya üçün geniş yerlər, yollar açır və nəzərə alsaq zərbələrin mahiyyəti dəyişir. Siz dediniz, nə dəyişir? Həm də tək siyasi və geosiyasi nöqteyi nəzərdən hərbi meydanda da biz hədəflərin dəyişdiyini görürük. Amma burada həm də Məsələn, energetik infrastruktura 40 günlük müharibədə elə də hədəf kimi götürülməmişdi, amma biz bugün görürük ki, logistika yolları da, körpülər də vurulur. Sonra sahil boyu böyük bir ərazidə havada müdafiə sistemləri birbaşa sahil boyu öz yerində, həm də ölkənin dərinliklərində atəş açılır. Yəni bu artıq yeni bir mərhələdir. Bu şəhər və ətrafında da bu zərbələr, yəni bu da çox şeydən xəbər verir. Bəli, bir növ belə deyək də, yəni eşalonlu bir hücum yoxdur. Bəli. Ayrı-ayrı, belə deyək də, obyektləri vurmaqla Amerika Birləşmiş Ştatlarının hərbi komandanlığı çalışır, dünyaya da göstərsin ki... Amma orada bir sistemlik var, üzr istəyirəm, sistemlik var. Amma həm də mənə elə gəlir ki, Donald Trump'ın özünün həm istəyi var, həm də geri çəkilmə bir, belə deyək də, daxili bir istəyi var. Bilirsiniz, yəni bir mənalı əlin qaldırıb vurmur. Biz niyə? Çünki burada həm də Donald Trump'ın dilindən çıxan kommersiya gözləntisi. Bir mənalı hərbi zərbələrin endirilməsi quru əməliyyatları zəruri edir. Yəni, davamlı şəkildə zərbələrin endirilməsi gec-tez quru əməliyyatlara gətirib çıxardandır. Ona görə də onu daha aramla etmək, daha məsafəli etmək və bir qədər də prosesi İranı təsir və təzyiq göstərmək niyyəti ilə, yəni müəyyən mənada indi hərçənd ki biz açlıq danışıqlar masasının ortada olduğunu demirik. Çünki İran da bir mənalı şəkildə danışıqlar masasının olmadığını deyir və ABŞ da bunu deyir. Amma istənilən halda gec ya tez hansısa bir formada diyaloqun yenidən başlanmasına hesablanmış bu təsirlər və təzyiqlər kimi dəyərləndirilir həmin atəşlər. Yəni mənim tərəfimdən. Gəlin, dünyada, belə deyək də, məlumatlılıq indeksi ilə seçilən Wall Street Journal nəşrinin bu məsələ ilə bağlı dərcinə diqqət yetirək. Donald Trump aparıcı milli təhlükəsizlik müşavirələri ilə keçirdiyi məsləhətləşmələrdən sonra İrana qarşı hərbi əməliyyatların genişləndirilməsinə getdikcə daha çox meyillənir. Ağ Evdə İran ərazisinə hava zərbələrinin intensivləşdirilməsi, Hörmüz boğazı yaxınlığındakı strateji adalara nəzarətin təmin olunması və İranın enerji infrastrukturuna zərbələrin endirilməsi kimi variantlar müzakirə olunur. Bununla belə Trump İranda geniş miqyaslı quru qoşunları kontingentinin yerləşdirilməsindən yayınmağa üstünlük verir. Əgər Vaşinqton bu ssenariləri həyata keçirmək qərarına gəlsə, ABŞ-İran qarşıdurması ən təhlükəli mərhələsinə qədəm qoya. ABŞ-nin yaxın şərqdəki münaqişəyə daha dərindən cəlb olunmasına, qlobal enerji qiymətlərinin yüksəlməsinə və ABŞ daxilində siyasi nəticələrə səbəb ola bilər. Bir də biz burada Amerika Birləşmiş Ştatlarının maksimal hazırlığının şahidi oluruq. Yəni, müxtəlif variantlar var, çeşidli vasitələr var, eləcə də hədəflər də artıq müəyyən edilib. Amma deyək ki, mən yenə bunu deyirəm, hər halda pərakəndəlik, belə deyək, göstəricilərdə özünü büruzə verir. Yəni, əgər qərar ondan ibarətdir ki, indi İranı bunlar ağır vəziyyətə salsınlar, Amerikanlar və hətta diyaloq başlayarsa da daha üstün bir mövqedən öz dediklərini diktə etsinlər, hələ ki bunun üçün bir əsas görünmür. Yahya müəllim, siz necə düşünürsünüz? Bax, indi bu quru əməliyyatların keçirilməsi məsələsi də gündəmdədir də. Özdə Amerika Birləşmiş Ştatlarının prezidentindən tutmuş, hərbi nazir Hexetə qədər hamısı deyirlər ki, biz hazırıq. 20 min bir qoşun dəstəsi var, nə bilim, 10 min başqası var və lazım gələrsə yenidən də bir yeni qüvvələr də cəlb olunacaq və s. və ilə axır. Bu ümumiyyətlə nədir? Psixoloji vasitədir, bir təsir etmək istəyirlər bunun əli ilə, yoxsa bu nədir? Doğrudan da bunu bir ehtiyat variantı kimi bunlar saxlayırlar. Çünki hər halda bir mənalı deməyə ki, biz İranı məğlub etdik, bunun üçün əsaslar görünmür. Əgər, nə bilim, bu ölkənin bir əskərinin ayağı, sapoğu torpağa dəyəcəksə,
bir balaca bir sahəni götürüb zəbt eləyəcəksə, oradan deyə bilər ki, bəli, mən buradayam. Artıq bilirsiniz, mən artıq Əskərin İranı tərk silah eləyirəm. İndi bunun, belə deyək, reallığı ya ehtimalı nə dərəcədə inandırıcı görünür? Təşəkkür edirəm. İcazə verərsinizsə, iki aspektdən məsələyə yanaşaq. Bir tarixi aspektdir, bir də real vəziyyəti biz müzakirə edə bilərik. Reallıq odur ki, bu geoiqtisadi deyil, geosiyasi bir prosesdir, müharibədir və bunun əsas faktorları yeni əraziləri ələ keçirmək, tranzitlərə nəzarət etmək və ən əsası da regionda öz nüfuzunu qazanmaqdır. Çünki bugün ən münbit bir gündür ki, Rusiya-Ukrayna müharibəsi gedir. Rusiyanın belə deyək ki, başı özünə qarşıbdır və Amerika hər bir vəclə istər biz Fars körfəzi deyək, istər Cənubi Qafqaz deyək, yəni bunu da biz açıq etiraf etməliyik. Burada öz fundamentlərin, sütunların yaratmaq istəyir. Burada analogiyanı tarixi aspektdən biz aparsaq, bir vaxtlar hardasa bir 35 il bundan öncə Ərəb körfəzində baş verən Küveyt məsələsini, İraq məsələsini biz götürə bilərik. Biz baxdıq ki, Amerika 91-ci ildən prosesə başladı. 2003-cü ildə artıq İraqda öz məqsədlərinə nail oldu. Bugün İraqda artıq NATO sülh məramları bu və ya digər formada öz Amerikanın mövqeyini qoruyur. Bəli, həm də İraqın baş naziri artıq Amerika səfər edir. Tamamilə doğrudur. Və yeni baş biz nazirdən indi bilirsiniz necədir? İranla qonşuyuq, tarixi əlaqələrimiz vardır və biz çalışırıq ki, qonşumuzda sülh, rifah olsun. Biz dövlətimizin başçısının belə deyək ki, müəyyən etdiyi siyasət bundan ibarətdir. Ancaq bir məsələni açıq etiraf edək ki, artıq Amerika regiondadır. Artıq Amerika İranın... Yahya müəllim, Amerika çoxdan regiondadır. Yox. Amerika artıq 2-ci Dünya müharibəsindən sonra artıq bu regiondadır. Sırf silahla və o birbaşa deyək ki, dövlətin nəzarətində olan o boğazların ələ keçirilməsi və orada belə deyək ki, rekord funksiyasının həyata keçirməsi, yəni bu yeni tendensiyadır. Mən bir məsələ deyim ki, bu 12 gün ərzində Amerika nə qazandı? Birincisi, Amerika ali dini rəhbərin dəfn edilməsinə şərait yaratmaqla yumşaq siyasət həyata keçirdi. İran cəmiyyətində, ictimaiyyətində, yəni özünü belə deyək ki, istədi ki, müəyyən bir təbəqələrdə qəbul etdirsin ki, həm də bu humanitar missiyanla bölgəyə gəlibdir. Bu aspektdən də baxmaq olar. Bir də regionda olan müttəfiqlərinin nəbzini yoxladı. Görsün ki, bunlar bu dövr ərzində hansı danışıqlar, hansı kontentlər yaradacaqlar, bu məsələ ilə bağlı mövqələrini necə sərgiləyəcəklər. Ancaq düşüncəm ondan ibarətdir ki, həm də 14 maddəlik ki, bunlar ki, anlaşma memorandum var idi bunlar arasında, sövdələşmə var idi. Bunlar baxdılar ki, hansı buna daha cani-könüldən və yaxud da ki, real faktlarla söykənəcək. Ancaq bunlar, belə deyək, İranın biz tarixinə baxsaq, İran diplomatiyası qədimdir. Və İran diplomatiyası həmişə bütün proseslərdə masa ətrafında oturub, məsələdə spekulyasiya etməyə çalışıbdır. Amerika prezidenti fonunda da düşünüldü ki, bu missiya olaraq bölgəni işğal edəcəkdir, geosiyasi baxımından burada öz rıçaqlarını yaradıb, Amerikaya yeni bir iqtisadi dividend qazandıracaqdır. Ancaq belə ümumilikdə baxdıqda, iki elə bil ki, belə deyək də, məqsəd yönlü, məkirli, belə deyək ki, adamlar heç biri istədiklərinə nail ola bilməyiblər. O nöqteyi nəzərdən də artıq yeni bir müharibə dalğası, fazası başlayır. Bu təbii ki, ümumilikdə region üçün çox böyük bir təhlükədir
Aydındır. Cənab Prezidentimiz Şuşa forumunda da qeyd etdi ki, baxmayaraq ki, bizim şimalımızda da, cənubumuzda da müharibə gedir. Biz bölgəyə sülh gətirməsi ilə bağlı təşviqat işləri ilə məşğuluq, çağırışlarla məşğuluq, real addımlarla məşğuluq. Və burada bir məsələ ondan ibarətdir ki, burada Pakistanın məsələyə cəlb olunması və Pakistanın bu məsələdə arbitr rolun oynamasında da bir, belə deyək ki, alt bir məna vardır. Biz bayaq analogiya apardıq İraqla, Küveytlə. Pakistan yaxşı bilir ki, Amerika İranda açılıma getməklə bağlı konkret məqsədyönlü fəaliyyət aparır. Yeni bir gücün, mən indi dövlət demək istəmirəm də, gücün meydana gəlməməsi üçün Pakistan da bunu, belə deyək ki, hər bir vəclə qarşısını almaq istəyir. Çünki orada bilirsiniz ki, Pakistanla həmsərhəddə böyük bir etnik qrup var ki, onlar da öz muxtariyyatını tələb edə bilərlər. Yox, aydındır. Onlar separatizmlə bağlı bilirsiniz. Bu ölkələrdə, istəyir Türkiyədə, istəyir İranda, istəyir Pakistanda separatizmi qidalandıran, onu kökləyib, onu meydana atan qüvvələr var. Tamamilə bu Amerika Birləşmiş Ştatlarıdır, İsraildir, bəzi Avropa ölkələridir ki, onlar öz, belə deyək də, büdcələrindən hətta heç nə əsirgəmirlər, onları dəstəkləyirlər, Bəlucları dəstəkləyirlər, Kürdləri dəstəkləyirlər, İranda ərəbləri dəstəkləyirlər və müxtəlif qruplar var. Amma məsələ başqa şeydədir. Məsələ ondadır ki, Amerika Birləşmiş Ştatları bu regionda qalacaq, yoxsa yox. Bilirsiniz niyə? Çünki indi siz deyirsiniz, məsəl üçün, hər ölkənin öz siyasəti var, aydın məsələdir. Və burada həm də ümdə məsələlər var. Məsəl üçün, İranın keçmiş Təhlükəsizlik Şurasının rəhbəri var idi, Əli Larijani. Onu terror elədilər, öldü o. O deyirdi ki, biz Amerikanın bölgədən çıxarılmasına köklənmişik və buna nail olacağıq. Bu onun planı idi. O proyekt onun proyektidir, onun layihəsi idi. Və burada faktiki indi siz deyirsiniz ki, Amerika Birləşmiş Ştatları regionda çoxdan vardı. Və İranın artıq səyləri nəticəsində belə olur ki, indi ərəb dövlətləri deyirlər ki, Amerika bu səviyyədə, bu vəziyyətdə ki, bizə arxa durmadı. Bizim sözümüzə şey. Bu bizə lazımdırmı, yoxsa yox? İndi isə başqa bir fikir də var. Fərhad müəllim, məsələn, siz bu məsələyə münasibət bilirsiniz. Ərəb dövlətləri də məsəl üçün özləri təəccüb edirlər ki, niyə İran ancaq bizi vurur, İsraillə işi yoxdur? Yəni, çox ilginc bir, belə deyək də, təzadlı bir situasiya formalaşıb. Həqiqətən İsrail də yavaş, belə deyək də, mövqe tutur, çox sabit bir mövqe tutub, hələ ki, təmkin göstərir və bunlar bir-birindən ehtiyat edirlər. Gəlin, İranın səpəhinin, yəni İslam keşiklərinin təşkilatının münasibətini öyrənək, sonra Fərhad müəllim, siz bu məsələyə münasibət bildirərsiniz. İslam İnqilabı Keşikçiləri Korpusunun həyata keçirdiyi əməliyyat nəticəsində İordaniyadakı Əl-Əzraq aviabazasında ABŞ silahlı qüvvələrinin rabitə sistemləri və yanacaq anbarları, Küveytdəki Əli-Əs-Salim bazasında isə Si-Ram hava hücumundan müdafiə sisteminə aid radar stansiyaları hədəf alınıb. Bu əməliyyat ABŞ-nin İran ərazisinə endirdiyi zərbələrə cavab xarakteri daşıyır. Yəni, İranın səpəhi, belə deyək də, öz dəsti xəttinə sadiqlik göstərir. Onların bəyanatları nədən ibarətdir? Yalnız və yalnız Amerikanın obyektlərinə atəş endirməklə ibarətdir. Və onlar göstərirlər ki, yəni, bütün sizin obyektləriniz, hamısı bizim hədəfimizdədir. Biz hamısını birdən vurmuruq. Amma bu da bizim artıq mövqeyimizdir ki, imkan saxlayırıq. Əgər danışıqlar üçün bir əsas varmı, ehtimallar varmı, istəklər varmı, gəlin danışaq. Və bu yöndə də Donald Trump deyir ki, Hörmüz boğazından əgər rüsumlar alınacaqsa 20%-ni mən götürəcəyəm. Bunu necə anlamaq olar? Əvvəl 50 deyirdi, indi deyir 20%. Çox sağ olsun. Bəli. Mən əsas bir tezisdən çıxış edirəm. Onu da çox sağ olun ki, siz o adamı da indi qeyd elədiniz. Ki, İran hakimiyyətində Lərijani kimi adamlar var və ondan razı olmayan adamlar var. Əgər bu birinci adı sadalandı, qeyd olunan insan elə hesab edirdi, siz deyən kimi ki, regiondan ABŞ çıxarılmalıdır. Digər düşərgə hesab edir ki, kompromisə gəlmək olar. Bu tezisdən çıxış edərək, mən onu qeyd eləmək istəyirəm ki, indi sizin bu video çarxınızda da qeyd olundu ki, keşişçilər, İslam İnqilabının keşişçiləri həmən o
Larijani'nin mövqeyin, siyasətin yenə də israrla davam edirlər. Yenə vurğulamaq istəyirəm ki, bəzi qüvvələr var. O da mənə elə gəlir ki, təbii bir prosesdir. Hər bir dövlətdə, yəni ki, fərqli mövqedən çıxış edən radikallar var, mötədillər var, bəli. Yumşaq siyasətin belə deyək də. ABŞ-ın özündə kimsə indi Donald Trumpın siyasəti ilə razı deyil, kimsə razıdır və s. Bu da İranda bir istisna deyil. İranda da eyni proseslər gedir. İranın o siz dediyin video çarxda olan addımları bu bir siyasi təzyiqdir. Yəni o düşərgə Amerikaya təzyiq göstərir və elə nəyə nail olmaq istəyir ki, biraz bunları sakit buraxsınlar. Eyni zamanda ABŞ da öz növbəsində. Görürsünüz, deyir ki, bizdə qeyd olundu burada ki, Donald Trump istəyir yenə əməliyyatları genişləndirsin. Bu da öz növbəsində göstərmək istəyir ki, mən də öz hərbi və iqtisadi təzyiq gücümü göstərəcəm və mən də geri çəkilən deyiləm. Görə indi kim qalib gələcəkdir? Çünki vaxtilə 2015-ci ildə bu iki dövlət arasında bir müqavilə təcrübəsi var da, düzdürmü? Düzdür, başqa bir prezidenti də Obama nail olmuşdu ona. İran da öhdəlik götürdü öz üzərinə ki, filan qədər zənginləşmiş uranı mən təhvil verəcəm, filan müddətdə mən ümumiyyətlə bu zənginləşmə prosesini dayandıracam və s. ki, biraz bu qərb ölkələri rahatlaşsınlar. Donald Trump hakimiyyətə gələndə dedi ki, siz nəyini əmisiniz? Həmən o düşərgə var, yəni Larijani olun bir simvolu kimi, rəmzi kimi. Onlar sizi aldadıblar. Onlar altdan öz işlərini edəcəklər. Sizə də göstərirlər ki, bu comprehensive agreement var. Yəni, hər tərəfli müqavilə, heç bir tərəfli müqavilə yoxdur. Və yenə başladı digər fəaliyyətinə, özünün fərqli addımlarını. Yəni, o 2015-ci ildə Viyanada imzalanmış müqavilədən birinci Trump çıxdı, 18-ci ildə. Çıxan kimi İran dedi ki, baxın ha, biz də öz köhnə qaydamıza qayıdacaq. Və qayıtdılar da. Lap yaxşı. Yəni, dedi, sən əgər əldə olunmuş danışığı pozursansa, müqavilədən çıxırsansa, onda mənim sənin qarşında heç bir ötəliyim yox. Bəli, o da onu eləməli idi. O onu eləməli idi. Bu axı nə dedi? Bu dedi ki, bunlar sizi aldadırlar. İmzalayıblar, amma yenə gizlin öz işlərini görürlər. Onda biz yenə gəlib nəyə çıxırıq ki, bunlar yenə də öz münaqişələrini davam eləyir. Münaqişə sistemli şəkildə inkişaf eləyir. Keçən yay vurdular, indi vurdular. Bir həmən o radikal düşərgənin rəmzi nümayəndələri aradan götürülür. Amma sözsüz ki, onlar da indi yıxılıb ölən deyil ki, onlar da axıra qədər müqavimətin göstərir. Yaxşı, indi bir dənə mənə bir şey deyə bilərsiniz, Fərhad müəllim. Amerikanın indi İrandan istəyi nədir? Qısa və konkret mən onların dediyini təkrarlayacağım. Nə istəyir? Ya, əvvəl bir gündən deyirdilər ki, 4 tələbimiz var, yadınıza gəlir də. Bəli. Nə bilim, raket proqramıdır, proksilərdən əl çəkməyinizdir, hakimiyyətin dəyişilməsidir və balistik raket proqramının da dayandırılması. İndi o söhbətlər yoxdur artıq. İndi nə istəyirlər İrandan? Azər müəllim, bəlkə siz bu məsələyə bir aydınlıq. Qısa mən konkret deyil. Hər üç üzrə verirəm bu sualı. Bəli, qısa konkret deyir ki, ümumiyyətlə bu nüvə proqramı məsələsi dayandırılsın. Yəni, müəyyən vaxtda, müəyyən miqdarda, o müəyyən və s. söhbəti olmasın da. Onu bir dəfə biz keçdik Obamanın dövründə. İndi daha o söhbət olmasın. Ümumiyyətlə siz nüvə proqramından imtina edirsiniz. Ümumiyyətlə, dünya içində özün üçün bir dünya qurub yaşamaq və hegemonluq etmək biraz çətin məsələdir. İran bizə qonşudur. Mən düşünürəm ki, biz Amerikanı götürək. Amerika necə gəlib deyək ki, İranla qonşu dövlətlərdə öz hərbi bazalarını belə yerləşdiriblər, düzdürmü? Bəli. Deməli, özü üçün müttəfiq qazanıb da. Amerika? Bəli. Mən düşünürəm ki, bizim qonşu İran da mövcud reallıqları qəbul etməlidir. Qonşularla, çox hamısına. Yəni, siz deməksiniz ki, yəni, İran qonşuları vurur? Qonşuları vurur demək istəmirəm. Mən demək istəyirəm ki, İran reallığı qəbul etməlidir. Deyək ki, bugün Azərbaycan, Ermənistan arasında gedən ki, sülh prosesi var, ona töhfə verməlidir. Özünə dost qazanmalıdır. Düzdür, biz dostuq. Biz düşmənçilik mövqeyində çıxır. Yəni, regionların hamısının özünə məxsus problemlərin var. Bu problemin həll olmaması üçün İran
regionda doğrudan da sülhpərvər dövlət olduğunu təsdiq etməlidir. Və təsdiq edəndən sonra artıq Amerika görəcək ki, burada məsələlər başqa cür cəryan edir. Olar bir sual verim sizə, İran kontekstdən kənar. Buyurun. Azərbaycan özünün sülhpərvər siyasətini təsdiq edib dünyada. Əlbəttə ki, edib. Və niyə bizimlə yola getmir Avropa İttifaqı, sonra Avropa Parlamenti, Avropa Şurası? Niyə bizə bəs hardasa iradlar bildirirlər ki, siz erməniləri belə elədiniz, siz təhlükəlisiniz, siz nə bilim silahlanırsınız? Çünki erməni faktoru var, Ermənistan faktoru var. Məsələ Ermənistan faktoru odur ki, özü sülhməramlı deyil. Qlobal cənubun dərdi ondadır ki, bilirsiniz nədədir? Mən sizə deyim, qlobal cənubun dərdi oradadır ki, yəni bizim dövlətlər gərək həqiqətən də mən sizdən tam razıyam. Gərək bir-birlərini eşitsinlər. Bir-birlərinə diqqətlə yanaşsınlar, bilsinlər ki, yəni Qərbin onu demək istəyirdim, bəli. Və neo-imperialist qüvvələrin bir dənə məqsədi odur ki, bu ölkələri pərən-pərən eləyib bircə-bircə vurub dağıtsınlar. Sistemlərini məhv etsinlər. Çox təəssüf ki, Toyğun müəllim, üzr istəyirəm, bizi orta güc kimi qəbul etməlidir. Baxmayaraq ki, biz məsələ burasındadır. Balaca dövlətdir. Bəli, təkcə bizi yox. Yəni biz Ermənistana hücum etmişdik, indi bizim gözümüzü çıxardırsınız. Yox. İran kimə hücum etmişdi? İrana hücum edib iki dövlət təcavüz ediblər. Biz əslində heç 90-cı illərin əvvəllərində də Ermənistana hücum eləməmişdik. Əlbəttə ki, məsələ bundandır da. Yox, burada mən sizin sualınız ki, ABŞ nə istəyir İrandan? Mən o suala qayıtmaq istəyirəm. Gəlin belə eləyək. Donald Trump'ı eşidək, sonra siz qayıdın. Bəli. Siz orada iki çox vacib sual verdinizsə. Donald Trump'ın çıxışından bir fragmenti versin bizə, biz sonra bu söhbəti davam etdirək. İrana qarşı mümkün daha geniş miqyaslı zərbələrlə bağlı konkret son tarix müəyyən etməmişəm. Mən son tarix qoymağı sevmirəm. İran rəhbərliyi özünü lazımi şəkildə aparmalıdır. Mən bir jurnalist kimi Donald Trump'ın yanında olsam, soruşaram ondan ki, necə aparmalıdır? Deyirsiniz ki, başqa, necə aparmalıdır? Buyurun. Baxın, Toğman, mən bir qədər qlobal baxmaq istəyirəm məsələyə və sualınıza cavabı da məhz o qlobal prizmadan baxaraq vermək istəyirəm. Əslində, siz bir qədər əvvəl, yəni ikinci sualı Fərhad müəllimə verərkən ki, ABŞ nə istəyir? Ondan çox-çox qabaq bir dənə sual verdiniz. ABŞ bölgədə qalacaqmı? ABŞ-ın istədiyi bölgədə qalmaqdır. Bölgədə qalmaq ABŞ üçün eksistensiyanal məsələdir. ABŞ İranla bağlı olan kampaniyaya qoşulub və bu kampaniyadan bir növ aburu şəkildə çıxmaq istəyir. Amma necə çıxmaq istəyir? Bölgədə qalmaq şərti ilə. Və sizin başqa bir sualınız vardı ki, nə üçün ərəb ölkələrini vurur, İsraili vurmur? Baxın, sonuncu... İsrail də İranı vurmur hələ ki. Bəli. Sonuncu, deməli, 2 həftəyə diqqət yetirsək, ABŞ-ın İran bazalarını vurmağı konkret olaraq 8 ərəb ölkəsində fəaliyyət göstərən Amerikaya məxsus hərbi bazalar üzərindən baş verir. İran konkret olaraq hədəfləri göstərir ki, Amerika Birləşmiş Ştatların bazalarıdır mənim hədəfim. Onlar da hardadır? Həmən ərəb ölkələrində. Yəni, biz bazaları vururuq, ərəb ölkələrini vurmuruq. Nə üçün İsrail vurulmur, məsora vurulur? O səbəbdən ki, İsrail bu prosesdə yoxdur. İsrail niyə bu prosesdə yoxdur? Bu da başqa bir maraqlı bir nüansdır. Düzdür, kimsə deyə bilər ki, burada Livanla danışıqlara başı qarışıqdır. Tək bu deyil. 40 günlük müharibə göstərdi ki, İsrail heç də təhlükəsiz deyil. İsrailin də şəhərləri, İsrailə də məxsus olan hərbi bazaların vurulduğunun biz şahidi olduq. Kütləvi dron hücumları və balistik raketlərdən istifadə olundu. İsrail çox gözəl dərk elədi ki, növbəti kampaniyada İsrail birbaşa olaraq hədəfdir və o da lazım olan səviyyədə təhlükəsizliyi təmin edə bilmir. Amma yaxın lokal o bölgələrdə, xüsusilə də Livanda, müəyyən mənada deyək, onlar üzərindən gələ biləcək mümkün təhdidlərin qarşısını ala bilər ki, bugün o proses gedir. Yəni danışıqlar və digər məsələlər, indi detallara varmaq istəmirəm, çünki bununla bağlı ələm yekun qərar verilməyib. Amma bir tərəfdən ziddiyyətli fikirlər də var. Netanyahu-nun çıxışı var ki, Fələstindən, Qəzədən, Livandan biz çıxası deyilik. Amma digər tərəfdən də Livandan qismən çıxmaq barədə də fikirlər söylənir. Bu artıq ondan xəbər verir ki, o bölgənin bax bu hissəsi daha çox İsrail-Livan məsələləri üzərində köklənibdir. Amma Hörmüz boğazı ətrafında gedən proseslər, Fars körfəzi bütövlükdə, bəli, bu bugün Amerika Birləşmiş Ştatları üçün həyati əhəmiyyətli məsələdir və Amerika Birləşmiş Ştatları oradakı hegemonunu itirmək niyyətində deyil. Və biz bir qədər də dərindən düşünsək ki, bəs yaxşı, hegemonluğu niyə itirmək istəmir?
Məsələn, bu tərəfi var. Bir qədər əvvəl mənim hörmətli həmkarlarım da qeyd elədilər. Kommunikasiyalar, nəqliyyat yolları, enerji resursları üzərində nəzarət məsələləri bugün artıq 21-ci əsrin istənilən geosiyasi kampaniyanın başlaması üçün çox ciddi bir təsir etmə imkanına malik olan amillərdir və bunun üzərində də biz bunu görürük real olaraq. Yeri gəlmişkən siz 20% qeyd elədiniz ki, əvvəl 50 idi. 50 idi, indi 20%. Ola bilər ki, burada yumuşalmalar, bir qədər də yumuşalmalar olsun. Amma bir məsələni də yaddan çıxartmayın. Baxın, Donald Trump'ın son çıxışlarının birində, xüsusilə dünən deyəsən qeyd olundu bu, o statusunu paylaşmışdı. Ərəb ölkələri öz təhlükəsizliyini özü cavabdehliyi daşımalı və ya Amerika Birləşmiş Ştatları onların, bəli, Amerika Birləşmiş Ştatları təhlükəsizliyinə zəmanət verəcəksə, onlar buna görə ödənişlərini eləməlidir. Yəni, dolayısıyla eyni elə yanaşma Avropa ilə bağlı gördük ki, bir nəticə etibarilə, bəli, siz də təhlükəsizsiniz, çətirimi gətirmişsiniz üzərinizdə yenidən qurun, pul verin. Bəli, nəticə etibarilə həmən o geosiyasi oyunların kökündə hansı maraqların durduğu açıq-aşkar bəllidir. Amma mənə elə gəlir ki, bax burada biz faktiki olaraq bütün əsas iştirakçıların hamısının latent hazırlıqlarının şahidi olacağıq. Nədən gedir söhbət? Çünki indiki və ötən ilin iyununda başlamış 12 günlük bu kampaniya, sonra 40 günlük kampaniya, indiki bax bu aktivləşmə, fəallaşma, bunlar hələ müharibə demək deyil. Bunlar böyük müharibə hazırlıqdır. Biz niyə? Çünki baxın, neçə illər idi artıq Qərbin bütün ekspert birlikləri, beyin mərkəzləri bir ucundan deyirdilər ki, böyük yaxın şərq müharibəsi qaçılmazdır, o olacaq. Ona hazırlaşmaq lazımdır. İndi biz nəyi görürük? Səudiyyə ilə indi Yəmənin artıq arasında toqquşmalar gedir. Pakistanla Əfqanistan arasında artıq münasibətlər gərgindir. İranla İraq arasında indi çox böyük problemlər yaşanacaq. Çünki yeni baş nazir gəlib və o da Amerika-pərəst siyasətini aparır. Hətta Vaşinqtona səfər edib və s. Yəni burada biz nəyi görürük? Dirijorların müdaxiləsi var. Burada yenə də diqqəti yayındırmaq məsələsidir. Mənə elə gəlir ki, burada baxın. Birincisi, əgər bölgədə yeni müharibə başlayarsa, söhbət belə tam həcmli müharibədən gedir, quru əməliyyatların keçirilməsi və digər məsələ. Hərçənd ki, mən bunda tam əminəm ki, Amerika Birləşmiş Ştatları quru əməliyyatlar aparmaq niyyətində deyil. Hətta hansısa bir Xarkiya, Qəşəm ya hansısa bir adanın tutulmasında da belə maraqlı deyil. Çünki bu real itkilərdir. Yəni, neft ehtiyatlarına Amerika dəymək istəmir. Dəymək istəmir. Yəni, onun belə deyək də iştahı aparmaq istəmir. Nəyə görə? Çünki İranda quru əməliyyatlar aparmaqdan ötürü mən bir qədər əvvəl bir kuluarda sizə dedim. Yəni, təqribi hesablamana 450-500 minlik qoşuna ehtiyac var. Bugün... Yox, ondan da çox. 1 milyona qədər... Pentagonun özünün də razılaşması var idi və deyirdilər ki, biz bu məsələyə getirik. 800 mindən 1 milyona qədər İran kampaniyası üçün canlı qüvvə olmalıdır. Baxır hansı ərazilərdə və hansı xarakterdə müharibə aparıla bilər. Amma ki, yox, quru əməliyyatlar başlaması üçün 500 minlik qoşuna ehtiyac var. Aydındır. Və bugün də vurtut Amerika Birləşmiş Ştatlarının orada 50 minlik bir kontingenti var ki, heç yetərli də deyil. Hətta sahil boyu əməliyyatların aparılmasına belə yetərli deyil. İranın Xarici İşlər Naziri Arakçı ona sual verdilər ki, bəs Amerika Birləşmiş Ştatları quru əməliyyatlara bax. Dedi, biz gözləyirik gəlsinlər. Yəni, onların özünə arxayınlığı var. Bilirlər ki, yəni, quruda... Çox qısa bir müddətdə İran 3 milyonluq qoşunu çıxarda bilir. Bir də ki, Amerika Birləşmiş Ştatlarının axı, döyüş qabiliyyəti hamıya bəllidir. Vyetnamdan da başlayır. Cənubi Koreyada da onlar iştirak çox yaxşı məqama toxundunuz, Toğrul müəllim. Döyüş qabiliyyətinə hamı bəllidir və Amerika Birləşmiş Ştatları həmin o döyüşlərdən və müharibələrdən nəticəni çıxardıbdır. Yəni, nəticə etibarilə. Budur da məsələ. Ona görə də Amerika Birləşmiş Ştatları daha çox təzyiq etmək yolu ilə. Ona görə də Azər müəllim, Amerika Birləşmiş Ştatlarının indiki administrasiyasında yekdillik yoxdur, 2 tirəlik var. Gəlin, J.D. Vance-i dinləyək. Marco Rubio da olsa onu da dinləyərik. O hələ yoxdur. ABŞ İranda hakimiyyət dəyişikliyi məqsədi ilə quru əməliyyatı keçirməyi planlaşdırmır. Əgər İran xalqı hökumətini dəyişmək istəyirsə, bu onların öz qərarıdır və ABŞ bu məqsədlə 150 min hərbiçi göndərməyəcək. Vaşinqtonun əsas məqsədi neft və qaz daşımalarının təhlükəsizliyini təmin etmək, həmçinin İranın nüvə silahı əldə etməsinin qarşısını diplomatik və hərbi vasitələrlə almaqdır. Eyni zamanda, İsraildə ABŞ ilə İran arasında münaqişənin uzanmasını istəyən qüvvələr var. İsrail hökumətində Vaşinqtonla Tehran arasında mümkün razılaşmanı dəstəkləməyən şəxslər
ABŞ ictimai rəyinə təsir göstərərək Vaşinqton və Tehran arasında qarşıdurmanın davam etməsinə çalışırlar. Əgər iştirakçılar 2-3 sayında artıq məhdudlaşırsa, yəni yan təsirlərin də sayı çoxdur, həddən artıq böyükdür onların. Həm effekti, digər tərəfdən də sızmalar, informasiya müharibəsinin çalarları və s. Və təbii ki, burada elə İsraildə də, Amerikada da, elə İranın özündə də böyük müharibəyə can atanlar var ki, bir dəfəlik bu məsələnin həllini tapsınlar. Amma məqsəd burasındadır ki, müxtəlif mövqelərdən yanaşırlar bu məsələyə. Amerikası da, İsraili də, Ərəb ölkələri də, İran da və hətta onların müttəfiqləri də. Təbii burada ən çətin məsələ ondan ibarətdir ki, indi nəyin ətrafında danışıqlar bərpa oluna bilər. Hər iki tərəf qayıtdı dedi ki, artıq 14 bənlik memorandum bizim üçün heç bir şey demək deyil. Yəni biz onu artıq qoyduq keçmişdə. Amma digər tərəfdən İran tərəfi deyir ki, biz orada əks olunmuş tələblərimizdən dönməyəcəyik. Pakistan da çalışır ki, yenidən o İslamabad memorandumu adında bunu meydana gətirsin. Fərhad müəllim, bu real görünürmü ki, yenidən danışıqlar başlasın? Çünki hələ ki, danışıqlara işarə edən bir göstərici, bir nüans yoxdur. Real görünür, çünki əsasən neft qiymətlərinə baxsaq, görürsünüz, onlar qalxmır. Hələ qalxmır. Qalxmır, niyə? Çünki yəqin ki, elə iqtisadi əməliyyatçılar da belə hesab edir ki, müqavilə, razılığa gəlmək ehtimalı var. Niyə? Bu, Azər müəllim çox sağ olsun qeyd elədi o 4 ölkəni, hansına ki, İran nefti satır. İran elə özü ilk növbədə maraqlı deyil ki, Ormuz körfəzi bağlansın. Bu bağlansa, elə o 4 ölkə ilk növbədə narazı olacaq. Kimdən Çin artıq öz daxili mənbələrindən artıq istifadə edir. Hətta daş kömürdən də istifadə edir. Bəli. Sonra vəziyyət də elə vəziyyət deyil ki, 20-ci əsrin 70-ci illərinə oxşamır ki, bu körfəz ölkələri elə bir ki, monopoliya malikdir. İndi yeni oyunçular gəlibdir. Elə ABŞ-ın biri əsas yeni oyunçudur. ABŞ görürsünüz, harada enerji biraz təchizatı azalan kimi deyir, gəl məndən al. Avropaya deyir, gəl məndən al, Çinə deyir... Şansı əldən vermək olmaz. Ona görə biz bunu da nəzərdə saxlamalıyıq. Elə o Ormuz körfəzinin bağlı olması elə ABŞ-ın özünə sərf eləyir iqtisadi baxımdan. Bağlayırsınız, lap yaxşı, bağlansın. Amma bir şərtlə ki, ehtiyatlar tükənir. Yəni, əgər körfəz bağlanacaqsa, yəni Amerikanın özünün də imkanları məhdudlaşacaq, Avropa ölkələrinin imkanları məhdudlaşacaq. Yəni, ehtiyatlar məhdudlaşır. ABŞ var, Kanada var, Venezuela, yeni oyuncuları, Guyana var. Bunlar hamısı yeni mənbələrdir. Əvvəl o qədər də fəal deyildilər. Yəni, ənənəvi o əməliyyatları dayandırıb yeni əməliyyatlara keçid almağın özü böyük problemdir. O, bir günlük, 5 günlük məsələ deyil. Siz neft məsələsində də qazın, bütün o ticari əlaqələrin enerji resurslarının ixracı yeni infrastruktur tələb edir. Əlbəttə ki. Və həm də yeni zəncirlərin qurulmasını tələb edir. Buna vaxt lazımdır, amma o vaxta qədər də Fərhad müəllim qeyd elədiyi kimi, əllərindəki olan resursların hələ baha qiymətdən satıb müəyyən vəsait əldə eləməklə. Son günlər göstərir ki, Toyuq müəllim, immunitet də yaranır da. Proseslərə qarşı immunitet yaranır. Neft görürsünüz, sabitliyin saxlayıb, bir çox cüzi neyniyir. Çünki digər marşrutlar işə düşür, digər alternativ siz dediyiniz Çində kimi mənbələrdən istifadə olunur və s. Mən düşünürəm ki, Toyuq müəllim, baxmayaraq ki, prezident bir söz prezident bir söz deyir, dövlət katibi bir söz deyir, digər Amerika siyasiləri bir söz deyir. Bəli, başqa bir söz deyir. Ancaq faktiki olaraq bu beynəlxalq ictimaiyyətin çaşdırılması, manipulyasiyası, informasiya. Ancaq faktiki dövlət məsələni qoyub milli təhlükəsizlik məsələsi. Milli təhlükəsizlik məsələsi də uzun müddətli və hədəf yönlüdür. O da bütün iştirakçıların hamısı üçün ən vacib, ən ümdə və əvəz olunmaz bir prioritetdir. Tamamilə. Təəssüf ki, bizim vaxtımız bitir, biz söhbətimizi yekunlaşdırmalıyıq. Amma məsələ burasındadır ki, nə Trump, nə də İran rəhbərliyi onlar birmənalı şəkildə müharibəyə hə demirlər. Yəni, ehtiyatla tərpənirlər. Lokal toqquşmalar var, zərbələr endirilir. Amma mənə elə gəlir ki, bu dalğa da beləcə sakitləşəcək. Təki belə olsun. Bu qədər. Sağ olun diqqətinizə görə və efirdə görüşənədir.